Son illərdə Sumqayıt şəhəri yalnız sənaye inkişafı və sosial-iqtisadi göstəriciləri ilə deyil, həm də yüksək səviyyəli ekoloji təmizlik və abadlıq işləri ilə diqqət çəkir. Şəhərin hərtərəfli inkişafında xüsusi rol oynayan sahələrdən biri də məhz sanitar-gigiyenik şəraitin qorunmasıdır. Bu istiqamətdə görülən tədbirlər və həyata keçirilən layihələrin mərkəzində Sumqayıt şəhər İcra Hakimiyyətinin təmizlik departamenti dayanır. Departamentin əməkdaşları şəhərin gündəlik həyatı üçün vacib olan təmizliyin təmin olunmasında mühüm rol oynayır. Onların məqsədyönlü fəaliyyəti nəticəsində küçələr, xiyabanlar, parklar və həyətyanı ərazilər mütəmadi olaraq yuyulur və məişət tullantılarından təmizlənir. Təmizlik işləri yalnız əsas yollarla məhdudlaşmır. Dar küçələr, az istifadə olunan ərazilər və çoxmənzilli binaların arxa hissələrdə daim diqqətlə saxlanılır. 2024-cü il ərzində təmizlik departamentinin texniki bazası daha da gücləndirilib. Müasir texnologiyalarla təchiz olunmuş 37 ədəd yeni təmizlik avadanlığı departamentə təqdim olunub. Bu isə təmizlik prosesinin sürətini və keyfiyyətini xeyli artırıb. Əməkdaşlar növbəti iş rejimində 24 saat ərzində fasiləsiz xidmət göstərərək şəhərin hər köşəsində təmizliyə nəzarət edir. Şəhərin hər bir yerində hiss olunan bu təmizlik sadəcə xidmət deyil, Sumqayıtın mədəniyyət göstəricinə çevrilib. Görülən işlər onu deməyə əsas verir ki, şəhər rəhbərliyi təmizliyə yalnız texniki məsələ kimi deyil, ümumi şəhər estetikası və vətəndaş rifahı kontekstində yanaşır. Bugün Sumqayıtın gözəlliyi və parlaq görünüşü fədakar təmizlik işçilərinin zəhməti və məsuliyyət hissi ilə sıx bağlıdır. Onların əzmi və peşəkarlığı sayəsində şəhər təkcə gündəlik yox, bayram günlərində də təravətli və xoş ovqatlı qalır. Bu da Sumqayıtı digər şəhərlər arasında nümunəyə çevirir. Şəmistani Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.